Allah Resulü sallallahu aleyhi və səlləm, əziz qardaşlar, hədis-i şəriflərinin birində belə buyurur. Mən asbaha minkum aminən fi sirbihi və muafən fi cəsədihi və indəhu qutu yevmihi fəkəənnəmə hizət ləhu dünya kulləhu. Sizdən kim səhərə çıxanda əgər əminamanlıq və rahatçılıq içərisində səhərə çıxırsa, canı, başı, bədəni sağ olaraq səhərə çıxırsa və gündəlik dolanışığı, ruzusu yanında olaraq səhərə çıxırsa, ona sanki dünyanın hər bir xəzinəsi, hər bir naz neməti verilib artıq. Bu üç böyük nemət. Gündəlik dolanışacağın ruzunun yanında olması, əminamanlıq içərisindəsən, ailə əminamanlıqlı, yaşadığın kənd, qəsəbə, şəhər, ölkə əminamanlıq, canın, başın sağ, salamat, afiyət içərisində. Ona sanki dünya hamısı verilib.